belə proqramında iştirak etmək mənim üçün çox sevindirici bir haldır. Xüsusilə Azərbaycanın müstəqilliyinin bərpası ilə bağlı olan günə təsadüf etməsi bu həm sevindirici və eyni zamanda çox qürurduyucu bir haldır və burada həmkarlarımızla Şuşa şəhərində Cıdır düzündə olmağımız bu çox ilhamlandırıcı, qürurduyucu və sevindirici bir haldır. Ümumiyyətlə proqram çox maraqlıdır və iştirak edən iştirakçılarla çox maraqlı və kreativ fikir mübadilələri apardıq və proqramımız davam edir və bu gəzintiləri nəzərə alaraq və ya bu havanı nəzərə alaraq bu yeni bir ideyalara, yeni bir fikirlər üçün bu təkandır və mən çox sevinirəm ki, bizdə belə gözəl şəkildə təşkil olunan proqram çərçivəsində mən də iştirak edirəm və öz töhfələrimi verə bilərəm. Proqram çərçivəsində çox maraqlı tədbirlər təşkil olunub və maraqlı insanlarla fikir mübadilələri aparılıb və qeyd etmək istərdim ki, təşkilatçılıq çox gözəldir və fürsətdən istifadə edərək təşkilatçılara öz minnətdarlığımı bildirmək istərdim. Çox sağ olun.